Biz nəyə inanırıq, o da bizə köməklik edir. Poэтому bunun içinə mən əlavə edərdim. Duzlu su ilə çimmək. Duz çox gözəl enerjini təmizləyir. Üstümüzdən kimlərinsə enerjisini təmizləyir. Вот это вот nəfsləri və bütün çirkləri çox gözəl şəfalandırır. Poэтому вот mən onu sonra çiməndə вот yuxarıdan su axır. Вот götürürsən buradan duz və burada вот belə. И вот o axır. Sonra biraz da götürdün и başladın bütün bədəni skrab eləmək. Sanki skrab edirsən. Ну daha yaxşıdır. Əgər sən bütün bədəni skrab elədin, sonra üzünü və sonra başından, çünki həmin zaman уже gözlər bağlı olmalıdır ki, gözlərini yandırmasın. И всё. И вот так вот belə çimirsən. Bu duz həm gözəl bir skrabdır, həm gözəl bizim dərimizi daha yumşaq və parlaq edəcək və eyni zamanda üstümüzdən bütün enerji ağırlıqlarını götürəcək.